günü paylaşırsan, özünü paylaşırsan, uğurlarını paylaşırsan, əlbəttə ki, sənə baxacaqlar, gözləyəcək. Pis nəfsi olan var, pis gözlə baxan var. İndi gəlin bunun sosial mediada şəxsi brendinqə təsirindən danışaq. Bu arada çox adamdan bunu eşidirəm, gözləməklə bağlı ki, axı mənə gözdəyir və yaxud da gözləməklə bağlı belə yanlış inanclarım var. Ona görə də mən hər şeyi paylaşa bilmirəm və beləcə işimi göstərə bilmirəm. Hər şeyi bir kənara qoyuram. Əlbəttə ki, hər kəsin inancı fərqlidir bundan bağlı. Məsələn, burada kollektiv şuur da araya girə bilərsən, tutam ki, göstərməyə inanmırsansa, amma kollektiv olaraq buna inanılırsa və yaxud da pis nəfsli insanların ətrafında olmaq və s. bunu bir kənara qoyuram. Amma şəxsi brendinqdə belə bir şey var, sosial isbat. Sən sosial isbat göstərməlisən ki, mən öz üzərimdə bunu tətbiq etdim və mən bu nəticəni aldım, sizə də bu nəticəni verə bilərəm. Amma sən desən ki, mən gözdəymədən qorxuram, ona görə də bunları paylaşa bilmərəm. O zaman nə etməlisən? O zaman özünə birinci olaraq sosial isbatlar tapmalısan. Tamam, öz üzərimdə yoxladım, indi də gedim 10 nəfər üzərində edim. İndi bu 10 nəfər axı sənə inanmayacaq ilk başda sən ona sübut göstərmədiyin üçün. Sən məcbursan ki, onlara ödənişsiz xidmət daddırasan, onlar dadına baxalar və sənə feedback verələr, geri dönüş edələr. Bundan sonra sən rahat bir şəkildə deyə bilərsən ki, mən bunu 10 nəfər üzərində yoxladım və 10 nəfərin hekayəsi budur, ad çəkmədən, şəkil paylaşmadan və bu nəticəyə gəldim. Bundan sonra artıq insanların sənə güvənməsini təmin edə bilərsən. Yəni sosial mediada qısa yoldan öz şəxsi brendinizdən satış, pul əldə etmək istəyirsinizsə, bunun yolu sosial isbat göstərməkdir. Bu birincidir yəni. Yəni ən asan deyirəm, asan yolu. Əlbəttə ki, uzun yolları var. Ekspert kimi uzun-uzun danışmaq, nə bilim, nəsə fikir bildirmək, hər hansı bir sahədən saatlarla danışmaq okey. Amma sən insanlara mən bunu bacarmışam, mən özüm tətbiq etmişəm, xeyrini görmüşəm və əvvəlin belə idi, sonradan belədir deməsən, bunun xeyri yoxdur. Amma hətta bəzi insanlar var ki, onun marketinq strategiyası öz həyat tərzi üzərində qurulub. Yəni bu adam öz həyat tərzindən satır. Sən bu adama gəlib heç bir komment bildirə bilmərsən ki, çox paylaşdınız, gözdəydi. Və baxın, dünyada nə qədər məşhurlar var ki, onu milyonlar izləyir. Nə olur ki, ona göz dəymir və yaxud da necə baş verir ki, elə sənin 500 nəfərin gözü dəyir, amma ona 1 milyon nəfərin gözü dəymir. Burada biraz özümüzdə sorğulamalıyıq. Öz yanlış inanclarımızı və yaxud da öz başımıza gələn o faciəli şeyləri başqaları yansıtmamağa çalışmalıyıq. Ona görə çalışın şəxsi brendinqlə məşğul olan, öz işini görən insanlara, özü ilə bağlı misallar verən insanlara belə bu tipli reaksiyalar verməyəsiniz. Onsuz da bu nə sizə, nə də o insana bir şey qazandırmayacaq. Amma bu mesajlar toplu şəkildə gəldikdə o insan işindən soyacaq. Bəlkə də həvəslə başladığı işi yarıda qoyacaq. Ona görə sizdən xahişim budur ki, bu məsələyə diqqətli olun.